Hamınızı salamlayıram. Bugün sizə belə bir naxışın toxunmasını istəyirəm göstərim. Bu naxışıdakı jilet, jaket, papaq, svitrə, nəyə istəsəz toxuya bilərsiniz. Toxunması da çox asan bir naxışdır. Sapındakı 100 qramlıq 350 metrəlik sapdır. Naxışı da toxumaq üçün bu ilməkləri 4-4 götürürük. Bunun üçün indi milimin üstünə qısa formada yığacağım. Milimin üstünə indi mən 17 ilmək yığacağım. 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17 ilmek yığdım. Burada da düğün atıram, açılmasın. Sapda kesip götürürüm. İndi mən burada rezinka toxuyan deyiləm. 2 sıra tərs toxuyacağım. Bir sıra düz üzdən toxuyuram. Bütün ilməkləri tərs toxuyacağım. Birinci ilməyini də toxuyuram. Birinci sıra olduğuna görə. Bu qalan ilməkləri hamısını tərs toxuyuram. Axırıncıyında yenə tərs toxudum. İndi tərs üzdən də yenə bütün ilməkləri hamısını tərs toxuyuram. Birinci ilməyi götürürəm, qalanları tərs toxuyuram. Bu arada kim istəsə buranı, rezinka hissəsini özü kim necə istəyirlərə də toxuya bilər. Mən o toxuduğumda bir tərs bir düz toxumuşam. Sizin ürəyiniz necə istəyir, hələ də toxuya bilərsiniz. Tərs üzdən də hamısını tərs toxudum. İndi bura düz üzüdür. Düz üzündən birinci 3 ilmək tərs toxuyuram. 2 kənar ilməyi də sayıram. 3 ilmək tərs. Bu 1 ilməyi toxumadan götürdüm. Yenə 3 tərs. 2, 3 tərs. 1 ilməni götürürəm, toxumuram. Yenə 3 tərs. 2, 3 tərs. Yenə 1 ilməni götürdüm. Yenə 1, 2, 3 tərs. Yenə də bunu toxumadan götürdüm. Kənarı da tərs toxudum. Tərs üzdən heç bir dəyişiklik eləmirik. Bütün ilməkləri hamısını tərs toxuyuram. O toxumadığım ilməkləri də bu üzdən toxuyuram.
İndi bu üzdən yenə heç bir dəyişiklik eləmirik. Birinci sırada necə toxumuşduqsa, bu formada da toxuyuram. Yəni kənardan üç tərsi toxudum. Bu toxumadığım ilməyi yenə toxumuram. Yenə götürürəm. Yəni 3 ilmədən 1, 2, 3, 4-cü ilməyi toxumadan götürürəm. Yenə 1, 2, 3 ilməyi tərs toxuyuram. 4-cü ilməyi yenə götürürəm. 2, 3, 4'ü götürdüm yenə. Kənardakini də tərs toxudum. Tərs üzdən yenə hamısını tərs toxuyuram. Kənarı götürürəm, toxumuram. Qalan ilməkləri hamısını tərs toxuyuram. Formada. Bir sıra da toxuyum, boyun axış özünü göstərsin. Yenə kənardan 3 dənə tərsi toxuyuram. 4-cünü götürürəm. Yenə 3 tərsi toxuyuram. 4-cünü götürürəm. 3, 4-cünü toxumuram. Götürürəm. 1, 2, 3 tərsi toxudum. 4'ü götürdüm. Kənardakini də yenə tərs toxudum. Bu formada. Burada heç bir dəyişiklik olmur. Arxa üzdəndəki hamısını tərs toxuyuram. Kənarı götürürəm, toxumuram. Qalan ilməkləri hamısını tərs toxuyuram. Belə. Yenə eyni şeyi təkrar edirik buradan. Bu formada belə bir naxış alınır. Belə. Bu əvvəl toxuduğumdur, bu da indi toxuduğum. Əgər bəyəndinizsə, abunə olmağı, bəyən düyməsini də basmağı unutmayın. Sağ olun, gələn videomda görüşənə qədər.